Ən-Nəbəviyyə. Minhəcü's Sünnə Nəbəviyyə deyirlər də bu kitaba. Minhəcü's Sünnə kitabı, Minhəcü's Sünnə Əməviyyə. Lil İbn Teymiyyə. 2-ci cild səhifə 245. Deyir ki, Əleyhissallahu qad za'mal munafiqinəl-ləzīne qālə fīhim. Əleysə mən yəzkur mislə həzə Fatimə salamullahi aleyhə və yəc'aluhu min mənaqibihə cahilən. Siz Fatimə haqqında bu cür şeyi necə nisbət edirsiniz? Əleyhissallahu qad za'mal munafiqinəl-ləzīne qālə fīhim. Deyir ki, siz Fatimə deyirsiniz, Quranda oxumamısınızmı ki, bəs Allah Teala münafiqləri necə qınıyır? Nə üstündə qınıyır Allah Teala? Allah Teala deyir ki, əgər vəqilə innə talibə qadibə ələl hakim kənə qayətə zəlikə ənəh. Əgər mal versən, sakit qalarlar. Verməsən, başlayarlar qəzəblənməyə. Kim? Münafiqlər. İbn Teymiyyə deyir ki, əgər Fatimə mala görə, fədəyə görə qəzəblənibsə, münafiqdir. Mala görə, fədəyə görə qəzəblənibsə, indi qulaq asın, bununla bitmir, qardaşım. İbn Teymiyyənin sözü nə oldu? Belə ürəkli sünni var, qalxsın bura, mən bu dəqiqə baltarıyım onu. Estağfurullah Rabbi və tübəli. Allaha sığınıram və əqidəm. Yox, Fatimə mala görə atdım, ərəbcəsini oxudum. Səhv tərcümə eləmişəm, səhv oxumuşam. Qardaş, heç kimin acığına gəlməsin. Bu münasibilik deyil, nədir? Bəs yaxşı, nədir bu? İndi qulaq asın. Fatimə mala görə qəzəblənibsə, münafiqdir. Yaxşı, tamam. Deyir ki, deməli, bu Səhih Buxaridə 1366-cı hədis. Deməli deyir ki, Ənə Aişə Ummul Müminin radiyallahu anhə əxbərəthu ənə Fatimətə aleyhəsələm, özə aleyhəsələm deyir, binti Rasulillah sallallahu aleyhi və aleyh. Səəltu Əbu Bəkr Əs-Sıddıq bə'də vəfatı Rasulillah sallallahu aleyhi və aleyh. Deyir ki, elə ki, Rasulullah vəfat elədi, Fatimə salamullahi aleyhə Əbu Bəkrə xəbər göndərdi. Əbu Bəkr nə xəbər göndərdi? Mən fədə istəyirəm. Əbu Bəkr dedi ki, Lə nurəfu mə tərəknə sadəqə. Dedi ki, Peyğəmbər miras qoymur, vermədi. Ondan ona bir şey vermədi. Ayşə deyir ki, Fatiməyə heç nə vermədi. Bax, diqqət elə. Fəqadibət Fatimətu binti Rasulillah sallallahu aleyhi və aleyh. Qəzəb etdi Peyğəmbər qızı Fatimə. Fəhəcərtu Əbu Bəkir fələm tənzələ muhacirətu həttə tuvfiyə. Danışdırmadı onu hətta ölənə qədər. Fəqadibət. İbrahim, bir dənə də söz deyim, qoy bilsinlər. Arpaslan orada götürür bizim alimlərin bir neçədən alimə görə rəddiyə verib sünni intellektlə. Təbii ki, rəhbirlərin köməkliyi ilə ümumiyyətlə verdiyi rəddiyələr çox gülüncdür. Mən onun bir ikisini oradan bilə-bilə götürüb skaset eləmişəm, and olsun. Atmışam Nəcəf tələbələrinə, baxıblar, deyiblər ki, bunu kim verir? Gülüblər bu rəddiyə. Bax, and olsun, gülüblər. Deyiblər ki, bu gülməli. Alparslan kimdir rəddiyə versin? Bu rəddiyəni deyir, kim veribsə, o adamın əqlində çatışmamazlıq var. Əgər istəyirsə, gəlsin təkbətək onu bəhsə dəvət edirəm. Alparslan öz-özünü bəhsə dəvət edirəm. Elə bax, bu məsələdə li boysun, istənilən əhl-i sünnə elm tələbəsini bu məsələdə bəhsə dəvət edirəm və sübut edirəm ki, İbn Teymiyənin əqidəsinə görə Fatimə salamullahi aleyhə münafiqdir. İbn Teymiyyə deyir ki, Fatimə qəzəb eləyibsə, əgər mala görə, dünya malına görə qəzəb eləyibsə, Tövbə surəsi 58-ci ayəyə görə Fatimə münafiqdir. Bu İbn Teymiyənin əqidəsidir. Yaxşı. Xanım Zəhraya münafiqlik sifəti nisbət edirsə, Allahın lənəti onun və bütün sülaləsinin üzərinə olsun. İndi Buxaridə deyir ki, Fəqadibət Fatimətu binti Rasulillah. İndi biz sual veririk qardaşlar. Fəqadibət Fatimətu binti Rasulillah qəzəb etdi Peyğəmbər qızı Fatimə. Niyə qəzəb elədi? Çünki Əbu Bəkir dedi ki, Lə nurasu mə tərəqnə sadəqətu. Əbu Bəkir ona heç nə vermədi, heç bir şey vermədi. Ona görə neynədi? Fəqadibət Fatimətu binti Rasulullah. Çünki ona görə Fatimə qəzəbləndi.
Fatimə fədəyə görə, dünya malına görə qəzəbləndi. İbn Teymiyyə də deyir ki, fədəyə görə qəzəblənibsə münafiqdir. Ay qız, Məkkədə şəkili qoymusan, get buradan Osmana ağzımı açırsan, tutur buradan küləyə ver də. Zındıq sənsən, sənin atomdur.